Sən 4 ay bundan qabaq yanımda olmuşdun, zəhərli zob diaqnoz qoydum sənə və sənə müalicə yazdım. Necə təsir elədi müalicə? Müalicə çox gözəl. Əsmə, tərlənmə olar məndən. Hamısı keçdi. Keçdi. Arada əsməm qalıb, o da hər gün daha olmuyor. Amma səhlənkarlıq elədin, dərmanı saxladın, müalicəni bitirdin, qəbul başa düşürəm də səbəbini indi bəzi səbəblər oldu, amma fakt olaraq müalicəni deməli 4 ay bundan qabaq olmuşdu. Mən sənə dedim ki, 1 aydan sonra gəl, gəlmə. Amma dərmanı qəbul edərkən hər şey qaydasındaydı, normal idi. Sadəcə dərmanları dayandırdın və indi də Dedilər ki, gedin əməliyyat olub, dərmanları səhv oluyordun və həvəsdən düşürsünüz. Məndən sonra ayrı həkim dedi, ged əməliyyat ol. Doktor, Allaha and olsun. İş yoldaşları. Bax, onun canısında, öz canısında, yəni bir dənə sənin yanına gəlmişəm. O da məsləhətlilik yoldaşı. O problem deyil, qardaş. Mən elə şeylərdən incimirəm. Deməli, qohum, əqrəba, dost, tanış sözü ilə səhlənkarlıq elədin, müalicəni bitirdin, qəbul eləmədin, indi də həmən vəziyyət. Bəli, bax, müalicəni dayandırdın və sənin zəhərli zobun qayıtdı. İndi biz təzədən müalicəyə başlayırıq. Sənin şikayətlərin yenə azalacaq. Amma qardaş, 1-2 dəfə gəl yanıma, 1-2 aydan bir. Yəni özümə söz verirəm, sizə də söz verirəm ki, axıra kimi bu düşəcəm bu hissine. Üzündəki İstədiyin müddət nə vaxt dedim mən vəziyyət.